Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturanın sözlərinə görə, ev tikmək hazırki vəziyyətdə baha başa gələ bilər. Çünki inşaat materiallarının qiymətində 12%-ə qədər artım var. O, həmçinin vətəndaşları tikinti şirkətlərinə müraciət edərkən diqqətli olmağa çağırır. Onun sözlərinə görə, bəzi şirkətlər hesablamaları düzgün aparmır, nəticədə isə 1 kvadrat metr üçün yüksək məbləğlər təklif edilir. Bir mərtəbəli və yaxud 2 mərtəbəli bir ev inşa etmək istəsələr, bu ev onların özləri etsələr əgər, təxminən 280-350 manat arası bu məbləğ gəlib başa çata bilər. Lakin şirkətlər tərəfindən aparılan təmir işlərinin əksəriyyətində demək olar ki, qiymətlər 350, 400, 450, hətta bəzi yerlərdə 1 kvadratı ancaq tikinti 700-800 manat müşahidə etmək olar. Ekspert deyir ki, tikintiyə başlamazdan əvvəl layihələndirmə işləri aparılmalıdır. Evin neçəyə başa gələcəyi istifadə olunan materialların keyfiyyətindən asılı olaraq dəyişir. Keçən il bir evi tikmək üçün, misal üçün, adi tikinti inşaat adamları və yaxud şirkətlər 220 manat, 280 və 300 manat arası civarında qiymətlər təklif edir. Təbii ki, burada keyfiyyətli materiallardan söhbət getmir, orta keyfiyyətdən gedir. Yəni, armaturdur, sex armaturudur və yaxud taxtadır, 2-ci, 3-cü dərəcəli taxtalardan söhbət gedir. Nəticə etibarıyla ev ərsəyə gəlirdi bu qiymətə. Lakin bu illəri artıq 280 üzərində, 300-350 manata gəlib çıxır.